İnsanların çoxsu Allah'a inanır. Amma insanlar həqiqətə inanmırlar. Xeyrə inanmırlar. İnanmırlar ki, doğruluq yolu ilə getsələr xoşbaxt ola bilərlər. Əsil inam budur. Əsil inam, mən də Allah'a inanıram, özü də rüşvət alır. Onun nəyə yaxşıdır ki? Onun nəyə inamdır ki? Sən gərək xeyrin bərəkətinə inanasan, şərin də təhlükəsinə inanasan. Onda başa düşəcəksən ki, bu xeyir və şərin Allahı var arxasında. Bunlara nəzarət edən Allah var. Əsil inam ondan sonra olur. İnsanlar inanmırlar ki, doğru danışmaqla xoşbaxt olmaq mümkündür. Mənim uşaqlığımda, gəncliyimdə belə idilər. Həlləm-qəlləm olmasan yaşaya bilməzsən deyirdilər mənə. Həlləm-qəlləm olmasan uğur qazana bilməzsən həyatda deyirdilər mənə. İsa Peyğəmbərin bir sözü var, deyir ki, bənnaların deyir istifadəsizdir deyə kənara atdıqları daş məbədin künc daşı oldu. O adam bunu yaşayıbdı həyatında. O adam da gərəksiz birisi kimi davranırlar dürüst adamla. Dürüst adam həyatın uğursuzu kimi ortalığa çıxır. Amma Allah bütün kitablarında bunu vurğulayır ki, mən dürüstlərin dostuyam, dürüstlər də mənim dostumdur. Buna inanamazdı.